İzləyicilər, bugünkü mövzumuz cümlənin məqsəd və intonasiyasına görə növləri və eyni zamanda sadə cümlənin növləri olacaq. Birinci başlayırıq cümlənin məqsəd və intonasiyasına görə növlərindən. Cümlənin məqsəd və intonasiyasına görə növləri 4 yerə bölünür. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi və ən sonda nida cümləsi. Deməli, məqsəd və intonasiyasına görə cümlənin 4 növü var. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi və nida cümləsi. Nəqli cümlə Nəqli cümlə əşya, hadisə, əlamət haqqında məlumat vermək məqsədi daşıyır. Məlumat vermək məqsədi daşıyır. Belə cümlələr adi tonla deyilir və nəqli cümlənin sonunda nöqtə qoyulur. Yəni belə deyim, sual işarəsi ola bilməz. Nida ola bilməz. Çünki əgər sual ya da nida olarsa cümlənin növü dəyişmiş olar. Daha sonra, məsələn, ilin 4 fəsli var. Və yaxud da soyuqlar düşmüşdü. Və s. Bir də yadda saxlayaq ki, nəqli cümlənin xəbəri, ismi xəbərli və feili xəbərli olur. İsmi xəbərli o deməkdir ki, adlarla ifadə olunsun. İsimlə, sifətlə, sayla, feili sifətlə, məsdərlə və s. Və yaxud da ki, ismi birləşmələrlə. Məsələn, deyək ki, onun kitabı əlinin çantasındaydı. Çantasındadır. Onun kitabı hardadır? Əlinin çantasındadır. Burada üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunub. Üçüncü növ təyini söz birləşməsində biz xəbərin növlərini keçində demişdik ki, adlarla, ismi birləşmələrlə ifadə olunursa, bu arada ismi xəbər sayılır. Feili xəbər isə feilin təsriflənən forması ilə ifadə olunmasıdır. Məsələn, bir nümunəyə baxaq. Onun əlindəki qab yerə düşdü. Keçmiş zamanda ifadə olunubdur və belə deyim ki, feili xəbərdir. Çünki təsriflənən feildir. Nə etdi? Düşdü. Nə? Qab. Hansı qab? Onun əlindəki. Hara düşdü? Yerə düşdü. Burada düşdü sözü deməli feili xəbərdir. Yadda saxlayaq bir də. Nəqli cümlə əşyalar, hadisələr haqqında müəyyən məlumat vermək məqsədi ilə işlənir. Belə cümlələr adi tonla deyilir və nəqli cümlənin sonunda adətən nöqtə qoyulur. Məsələn, ilin qış aylarından biridir. Bərk qar yağdığında ətraf ağ libasını geyinmişdi və s. Eyni zamanda nəqli cümlə 2 yerə bölünür. İsmi xəbərli nəqli cümlə, feili xəbərli nəqli cümlə. İsmi xəbərlidə adlarla ifadə olunur. İsimlə, sifətlə, sayla, feili sifətlə, belə deyim ki, ismi birləşmələrlə
məstərlə və s. Fe'li xəbər isə fe'lin təsriflənən forması ilə ifadə olunur. Bir də bir şeyi yadda saxlamalıyıq ki, nəqli cümlənin xəbəri heç vaxt əmr şəklində ola bilməz. Olmaz. Yadda saxlayaq. Nəqli cümlənin xəbəri heç bir vaxt əmr şəklində ola bilməz. Məsəl üçün deyə bilərik ki, biz dur qabları yu. Yu burada əmr şəklindədir və ikinci şəxsin təkindədir. Və yaxud da ki, deyə bilərik ki, ona bu gün vaxtında işə gəlməsini deyin. İkinci şəxsin cəmində olan bir sözdür və fe'lin əmr şəklindədir. Yəni ki, bu nəqli cümlə ola bilməz. Çünki nəqli cümlə əmr şəkli ilə ifadə olunmur. Əmr cümləsi. Əmr cümləsi ilə nəqli cümlənin ortaq cəhəti budur ki, hər ikisinin sonunda da nöqtə qoyulur. Lakin nəqli cümlə hər hansısa bir əşya, hadisə haqqında müəyyən məlumatı verməyə məqsədi daşıyır. Əmr cümləsi isə nəsihət, təklif, xahiş, əmr, xahiş məqsədi ilə istifadə olunur və bir də yadda saxlayaq ki, nəqli cümlənin xəbəri həm ismi, həm də fe'li xəbəri olurdu. Əmr cümləsinin xəbəri isə yalnız əmr şəklində olur. Fe'lin əmr şəklində olur. Yəni, nə ismi xəbər ola bilmir, nə də fe'lin digər şəkillərində ola bilməz. Bəzi zaman isə ümumiyyətlə əmr cümlələrində əmr ədatlarından istifadə oluna bilər. Məsəl üçün, bunlar hansıdır? Di, qoy, gəl, ha və s. Gör. Bu kimi bir sıra əmr ədatlarından istifadə oluna bilər. Misallara baxaq. Məsələn, biraz tez oxu. Oxu sözü burada ikinci şəxsin təkində fe'lin əmr şəklindədir. Amma desəm ki, biraz tez oxuyun. Tez oxumalısınız. Bəli, burada da demək olar ki, cümlənin başlığı eynidir. Lakin burada əmr şəklindədir. Burada isə malı şəkilçisi var. Yəni fe'lin vacib şəklindədir. Vacib şəklində olduğundan dolayı yəni ki, cümlə olur. Əmr cümləsi yox, nəqli cümlə olur. İndi isə əmr ədatlarına baxaq. Bax, heç nə ağlından çıxmasın. Burada bax fe'lin əmr şəklində deyil. Bax sözü burada əmr ədatıdır. Çıxmasın sözü isə fe'lin əmr şəklindədir. Biz nə zaman bir qədər ehtiyatlı olaq? Ha'nın işləndiyi vaxtda. Məsələn, ha. Həm əmr cümləsində istifadə oluna bilər, həm də eyni qaydada nəqli cümlədə ola bilər. Necə ayırd eləmək lazımdır? Əgər ha fe'lin əmr şəklindən sonra gəlibsə, əmr cümləsidir. Deyir. Məsələn, necə işlətmək olar? Baxaq.
Deyirəm ki, dərsi vaxtında oxu, ha. Ha. Burada oxu sözü feilin əmr şəklindədir. Ona görə də ondan sonra gələn ha feilin belə deyim ki, əmr şəklindən sonra gələn ha əmr cümləsini yaradır. Bir də deyirəm ki, dağlar gözəldir, ha. Əgər adlardan və feilin digər şəkillərindən sonra gələrsə, bu zaman isə buradakı ha nəqli cümləyə artırılmış olacaqdır. Bu məncə aydın oldu. Daha sonra biz bilirik ki, feilin əmr şəklində də, arzu şəklində də birinci şəxsin cəmi eynidir. Yazılış baxımından. Məsəl üçün, oxuyaq, yazaq və s. Əmr şəklindədirsə, oxu, yaq sözü. Oxu sözün kökü bütöv qrammatikdir. Yalnız şəxs sonluğudur. Əgər arzu şəklindədirsə, bu zaman oxu sözün kökü arzu şəkli, isə şəxs sonluğu olacaqdır. Mən daha doğrusu burada nə demək istəyirəm? Bəzən cümlə daxilində belə bir sözlər verilir və onun əmr cümləsi yoxsa arzu cümləsi olmağı tapşırılır. Əgər belə olsa, o zaman cümlənin əvvəlində olan ədata fikir vermək lazımdır. Əgər əmr ədatından istifadə olunubsa, həmin cümlə əmr cümləsi olacaq. Məsəl üçün deyirəm ki, gəl bunu vaxtında edək. Vaxtında hazırlayaq. Bir də deyirəm ki, kaş bunu vaxtında hazırlayaq. Baxaq, uşaqlar. Gəl nədir? Feilin əmr ədatıdır. Deməli, burada sözün kökü hazır, la leksik, isə bütöv şəkilçidir. Parçalanmır. Çünki əmr şəklində bilirik ki, təkcə şəxs sonluğudur və bu cümlə gedir əmr cümləsi. Amma kaş bunu vaxtında hazırlayaq. Kaş burada arzu ədatımızdır. Hazır sözün kökü la leksik, burada arzu şəkli, isə şəxs sonluğudur. Və bu da onu göstərir ki, cümlənin əvvəlində arzu ədatı olduğundan dolayı bu cümlə feilin arzu şəklindədir. Və biz bilirik ki, belə deyim, əmr şəklindən başqa digər şəkillərdədirsə cümlə və sonunda nöqtə varsa, bu nəqli cümlə hesab olunur. Sual cümləsi. Sual cümlələri adətən bir məlumatı almaq, hər hansı bir fikri dəqiqləşdirmək üçün istifadə olunan cümlələrdir. Və sual cümləsi 3 yolla yaranır. İntonasiya. Ümumiyyətlə, bütün sual cümlələrində intonasiya var. İstər digər yollarla yaransın, ya yaranmasın. İkincisi, sual ədatı. Üçüncüsü isə sual əvəzliyi. Və eyni zamanda sual cümləsinin sonunda mütləq şəkildə durğu işarəmiz sual olmalıdır. Əgər olmasa biz onu sual cümləsi götürə bilmərik. Deməli, intonasiya ilə yaranan yaranan sual cümlələri. Bu sual cümlələrində sual ədatı və sual əvəzliyi olmur. Yalnız intonasiya ilə yaranır. Sonunda da sual işarəsi olur. Məsəl üçün deyirəm ki, sən məktəbə gedəcəksən?
və yaxud da ki, bugün maşın sürərsən və s. Bir də sual ədatları vasitəsilə yaradılan sual cümlələri var. Bunun üçün də biz əvvəlcədən sual ədatlarımız hansılardır bunu bilməliyik. Sual ədatları mı, yəni, bəs, məgər, ki, bu ədatlardır. Məsəl üçün deyirəm ki, səni yormuram ki. Məgər sən məndən küsmüşdün? Burada məgər, burada isə ki. Hər ikisi sual ədatıdır, sual məqsədi ilə istifadə olunubdur. Daha sonra sual əvəzlikləri. Sual əvəzliklərimiz ümumiyyətlə bütün əsas nitq hissələrinin sualları hamısı sual cümləsini yarada bilir. Əsas nitq hissələrinin sualları hansılardır? Məsələn, ismin sualları kim, nə, hara, sifətin sualı necə, nə cür, hansı, feilin sualı nə edir, nə edəcək və s. Bütün bu suallar ki var, sual əvəzlikləridir və onlar da sual cümləsinin yaranmasında iştirak edir. Məsələn, deyirəm ki, Bakıya niyə getmişdin? Evə nə alacaqsan? Burada nə? Burada isə niyə? Əvəzlikləri sual cümləsini yaradır. Kompleks sual cümlələrimiz var. Kompleks nə deməkdir? Kompleks. Yəni ki, hər üçünün iştirak etdiyi intonasiya, sual əvəzliyi, sual ədatı, bunların hər üçünün iştirak etdiyi cümlələr kompleks sual cümlələri hesab olunur. Məsələn, deyirəm ki, bəs sən nə üçün gəlmədin? Bəs sən niyə gəlmədin? Həm burada bəs ədatımız, həm də niyə sual əvəzliyimiz iştirak edir. Belə cümlələrimiz kompleks sual cümlələri hesab olunur. Nida cümləmiz var. Nida cümləsi yüksək hiss və həyəcanı ifadə eləmək üçün deyilən bir cümlələrdir. Yüksək hiss və həyəcanı bildirir. Nida cümləsində sonunda mütləq şəkildə durğu işarəmiz olan nida qoyulmalıdır. Və nida cümləsi də öz qaydasında iki yolla yaranır. Bir də bir şey yadda saxlayaq ki, nəqliyə, sual və əmr cümləsində biz yüksək intonasiya ilə desək, nida cümləsinə çevirə bilərik. Yəni, sonda nida işarəsi qoymaqla nida cümləsinə çevirə bilərik. Nida cümləsi özdə iki yolla yaranmış olur. Bir, intonasiya ilə. İki, nidaların köməyi ilə. Yəni ki, bu nida dediyin durğu işarəsi nida yox. Onsa durğu işarəsi nida hər iki yolla düzəldiyi zaman sonda mütləq qoyulur. Bu nida, yəni ki, köməkçi nitq hissəsi olan nidaların köməyi ilə. Baxaq. Ayağa dur Azərbaycan. Şeirimizdən bir parçadır. Ayağa dur Azərbaycan, səninləyəm, nə yapmışsan qoca vulkan, səninləyəm. Bu da şeirdən bir parçadır. Sonunda mütləq şəkildə durğu işarəsi olan nidamız qoyulmalıdır.
və əgər bu qoyulmazsa, biz onu nida cümləsi hesab edə bilmərik. Burada intonasiyanın yolu ilə yaranmışdı bu cümlə. Bir də nidaların köməyi ilə yarana bilər ki, bizim nidalarımız hansılardır? Köməkçilik hissəsində axdır, heydi, eydi, xaxaxadır, hudu, aydı və s. Məsəl üçün deyirəm ki, ax necə? Keyf çəkməli əyyam idi. Buradakı ax sözü bizim nidamızdır və bunun vasitəsilə yaranan cümlələrimiz isə nida cümlələrdir və nidaların köməyi ilə yaranan nida cümlələri. Və bir şey yadda saxlayaq ki, köməkçi intiqsası nidanın olmağı həmin cümlə nida cümləsi eləmir. Mütləq şəkildə sonunda durğu işarəmiz olmalıdır. Əgər yoxdursa, məsəl üçün mən bir misal göstərim. Paho, mənə kitab alıb. Burada biz nidanı istifadə etsək belə, cümlənin sonuna nöqtə qoyulubdur. Biz bunu nida cümləsi götürə bilmirik. Baxırıq bu hansı şəkildədir? Feilin xəbər şəklindədir. Deməli bu cümlə nəqli cümlədir. Və yaxud da deyə bilərəm ki, bax o, mənə kitab alıb, sual qoyaram sonunda. Sual qoyduğum zaman isə artıq olacaq bu sual cümləsi. Əmr cümləsini göstərin. Bilirik ki, cümləmizin əmr cümləsi olması üçün feilin əmr şəklində olmağı lazımdır və sonunda nöqtə qoyulmalıdır. Məsələn, bəlkə biz bu yubileyin ayını dəyişək. Sonda sual işarəsi varsa heç baxmağa da gərək yoxdur. Yunisin qulağına qarışıq bir səs gəldi. Söz əmr şəklində deyil, zaman şəkilçisi var burada. Bu xəbər şəklində olan cümlədir, nəqli cümlədir. Kərvan quyunun yanında əyləndi. Bu da eyni qaydada. Qızılgülü dəstə dərəm mən. Dərərəm yəni. Dərərəm. Gələcək zamanda olduğu üçün nəqli cümlədir. Gəl, çıxaq seyrinə uca dağların. Gəl, çıxaq. Çıxaq. Gəl, çıxaq deyirsə, həm burada əmr ədatı var, gəl burada əmr ədatıdır. Çıxaq sözü də əgər əmr ədatından sonra gəldiyi üçün bilirik ki, bu cümlə əmr şəklindədir. Bundan əlavə olaraq da yadda saxlayaq ki, çıxaq cümləsi sonu, yəni ki, ikinci şəxsin, daha doğrusu birinci şəxsin cəmində olan cümlələrimiz var ki, çıxaq olsun, gərək olsun. Bunları biz iki cür işlədə bilərik. Yəni həm əmr cümləsi kimi, həm də ki, nəqli cümlə kimi. Necə? Məsələn, deyirəm ki, kaş bir də çıxaq dağlara. Çıxaq dağlara. Burada kaş ədatı cümləmizin, yəni daha doğrusu sözümüzün arzu şəklində olduğunu bildirir. Çünki arzu şəklində də feilimiz çıx üstə gəlsin A, üstə gəlsin Q. Yəni burada A arzu şəklinin şəkilçisi, Q isə bizim şəxs sonluğumuz, birinci şəxsin cəmini bildirir. Amma deyilsə ki, eyni bu cümlədəki kimi, gəl çıxaq, gəl, çıxaq. Gəl sözü burada əmr ədatı olduğundan dolayı bilirik ki, bu söz əmr şəklindədir. Çünki əmr şəklində isə şəxs sonluğu ad şəklindədir. Deməli, arzu şəklində olanda A üstə gəlsin Q olur. Amma əmr şəklində isə bütöv götürülür, bütöv qrammatik şəkilçi olur. Həm də bundan bilirik ki, əvvəlində olan ədatımız əmr ədatıdırsa, həmin cümlə əmr şəklində olacaq. Arzu ədatıdırsa, bu zaman da həmin cümlə nəqli cümlə olacaq. Burada da biz gəl sözündən bilirik ki, həmin cümləmiz əmr şəklindədir.
Hansı nümunədə əmr cümləsi işlənibdir? Bu iş bugün burada bitməlidir. Malı şəkilçisi. Malı şəkilçisi ümumiyyətlə feilin əmr şəkli olmadığını ifadə edir. Çünki bu vacib şəklindədir. Vacib şəklinin şəkilçisidir malı. Buna görə də bilirik ki, bu nəqli cümlədir. Onu da özünlə aparacaqsan. Acaq ecək. Acaq şəkilçisi, gələcək zaman şəkilçisidir. Sözümüz xəbər şəklindədir. Buna görə də bu cümlədə getdi. Çünki bilirik ki, əmr cümləsi yalnız əmr şəklində olmalıdır. Artıq bu işdə burada bitsin. Bəli, cümləmizdə əmr şəkli var. Belə deyim ki, bitsin, daha doğrusu əmr xarakterli bir sözdür. Lakin biz bilirik ki, sondakı bu nida onu əmr cümləsi olmaqdan çıxardır, nida cümləsinə çevirir. Bunları gedəndə aparım. Bunu saxlayım. Heç səndən də adam olan deyil. Deyil sözü varsa nəqli cümlədir. Aparım, mən aparım. Bu söz əmr şəklindədir. Birinci şəxsin təkinin. Mən aparım. Cavabımız D.